Bugün gündəmi zəbt edən Ramiz Mehdiyev məsələsi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin tutulması, bunların işbirliyi və s. və ilə axır. Siz inanırsınızmı ki, gündəmdə ən çox müzakirə obyektinə çevrilibdir və bununla da o ağıllı başları demək olar ki, başqa səmtə istiqamətləndirirlər. Və bunun nəticəsində də ölkədə demək olar ki, bəzi məmurlar, hansı ki Ramiz Mehdiyevlə əlaqəlidir, onlar öz çirkin əməllərinə nail olmaq üçün belə bir addımın atılmasını məqbul sayırlar. Amma ölkədə bundan da vacib məsələlər var. Bu nədir ki? Bundan da vacib məsələlər var ki, görürsünüz, onlara heç yaxın da gəlmirlər. Ölkədə parlament var, parlamentin millət vəkilləri var və onlar bilirlər ki, bugün Azərbaycanda bu qədər problemlər var ki, bu problemlərin həll olunması onları gözləyir. Amma onlar nə edirlər? Bu problemin həll olunması üçün o qədər də əhəmiyyət kəsb etmirlər. Məni bir məsələ maraqlandırır. Ölkədə oğurluq başalıb gedir. Bunun müxalifət eləmir ki, bunu Əli Kərimlinin dəstəsi eləmir ki. Bugün baxırsınız, o qədər problem var ki, Gömrük Komitəsində nə qədər oğurluq həyata keçirilibdir və bu oğurluğun həyata keçirilməsində məmur balaları və onların qohumları iştirak ediblər və onlar Azərbaycanın sərvətini, Azərbaycanın nə bilim qanunlarını tapdalayaraq istədiklərindən öz şəxsi mənafeləri üçün istədiklərinə nail olublar. Və bunun başında da Bəylər Əyyubovun prezident administrasiyasında uzun müddət prezidentin mühafizənin sədri olmuş Bəylər Əyyubovun bacısı oğlunun adı hallanır. Baxırsınız da arıq bir oğlandır və digərlərinin, hansı ki onların da ataları vəzifəli şəxslər olub, tanınmış adamlar olubdur. Görürsünüzmü, Azərbaycanda kadr islahatı aparılarkən heç də bunu adını islahat qoymaq olmaz. Bir oğrunu çıxardırlar, o bir oğrunu gətirib onun yerinə qoyurlar. Bir nanəcivi çıxardırlar, o biri nanəcivi gətirib onun yerinə qoyurlar. Bir şərəfsizi çıxardırlar, o bir şərəfsizi gətirib onun yerinə qoyurlar. Yəni belə bir dövlətdir, belə bir hakimiyyətdir, belə bir islahatdır. Bilmirəm adını nə tər istəyirsiniz elə də qoyun. Oğurlu, dədəsi oğurluyur, tuturlar, onun balası oğurluyur. Əmsi oğurluyur, tuturlar, o biri qohum oğurluyur, gətirib vəzifəyə qoyurlar. Bax, belə bir, burada ölkənin rəhbəri neynəsin? Kimə inansın? Başını itirib. Bugün söyüş kampaniyası yaradıblar. Baxın, bunların hamısının arxasında Ramiz Mehdiyev durur. Ramiz Mehdiyevin də ətrafında olanların hamısı prezidentin ətrafına belə daraşıblar. Bugün Mehriban, harda oğurluq varsa, Mehriban Əliyevanın adı hallanır. Paşayevlərin adı hallanır. Oğurlayan başqasıdır, amma ad gəlir, Paşa Holdingin işidir. Və yaxud da Mehriban Əliyevanın birbaşa adını hallandırırlar. Baxırsan sosial şəbəkələrdə, tərtər hadisələrində çıxıb deyir ki, Allah sənin balanı öldürsün. Niyə? Və bu hara baxırıq biz? Biz Yeni Azərbaycan Partiyasının üzvü olaraq hara baxırıq? Necə olur? Belə bir şey olur. Kimsə uğrasın, gəlsin Mehriban Əliyevanla. Və bu Ramiz Mehdiyevin işidir. Siz bilirsinizmi? 2017-ci ilə qədər, 2017-ci il, hansı Mehriban Əliyeva hakimiyyətə gələnə, vəzifəyə gələnə qədər Paşayevlərin heç adı sanında yox idi. Paşayevlər kim idi ki, onda bir Ramiz Mehdiyev onlara elə bir dərs vermişdi ki, onların biri çıxıb bir iş görə bilməzdi. 2017-ci ildə Mehriban Əliyeva hakimiyyətə gələndə başladılar Mehriban Əliyevaya qarşı təxribat işlərinə. Siz təsəvvür edirsinizmi? Həmin dəqiqə 2017-ci ildən sonra deməli Qurban Məmmədovlar çıxdı, Qabil Məmmədovlar çıxdı, Avropada hansı ki Tural Sadıqlı çıxdı, Məhəmməd Mirzəli çıxdı, Osman qızı çıxdı, Sevinc Osman və digərləri. Bunlar da açıq şəkildə təhqirlərlə Mehriban Əliyevanı və prezidenti təhqir edirdilər. Bunları kim idi?
Bunlar Azərbaycanda tanınmayan insanlar idi də. O qədər də tanınmış ictimai xadimlər deyildilər ki. Və bunlar Avropaya gedən kimi düşdülər Paşayevlərin üstünə, düşdülər İlham Əliyevin üstünə, onun ailəsinin üstünə təhqirlər. Bunu kim idi yaradan? Bunu həmin məmurlardır. Və bu gün də bax, gömrükdə baş vermiş hadisəni gətirib çıxardılar ki, Mehriban Əliyevanın əli var orada. Niyə Bəylər Eyübov demirsiniz ki, Bəylər Eyübovun əli var? Bəylər Eyübovun bacısı oğludur. Buranın rəhbəri. Amma Mehriban Əliyevanı get. Görürsünüzmü? Bunlar özlərini ipək kimi aparıblar vaxtilə. Onlara xidmət elədiklərinə görə bugün onlar bağışlanırlar, onlar oğurlaya bilər, onlar istədiyini eləyə bilər və onlar Azərbaycanın mənafeyini istədikləri formada xərcləyə bilərlər. Amma başqalarına olmaz. Başqaları bunu eləyə bilməz. Vəzifədə olanlar kadr islahatı aparır. Hansı islahatdan danışırsın? Oğru, dədəsi oğrudur, onu tutubdur, balasını gətirib qoyub. Əmisi oğrudur, tutubdur, qardaşı oğlunu gətirib vəzifəyə qoyublar. Bir dənə orada hansı ki bu oğurluq məsələlərində bir dənə müxalifət nümayəndəsinin adı hallanırmı? Yox. Amma bütün oğurluqların başında bu iqtidarda, bu hakimiyyətdə olan məmurların qohumlarıdır. Bu da əsas məsələ. Və bizim fikrimizi yayındırmaq üçün, xalqın fikrini yayındırmaq üçün xarc məsələsini ortalığa soxurlar. Ondan sonra kadr məsələsini ortalığa soxurlar, islahatları ortalığa soxurlar, müəllimləri işdən azad eləyirlər ki, xalqın başı qarışsın. Xalqın başı başqa cür neyniyə bilərlər, neynəsinə? Pensiya məsələsini, uşaq pulu məsələsini ortalığa soxurlar. Bunlar üçün nə var ki, uşaq pulu da verərlər, hər bir şeyi verərlər. Gör, azğınlaşmış, qudurmuş məmurlar özlərinin, öz dərilərini, öz şükuralarını qorumaq üçün gör nəyə əl atırlar. Müxalifətin, Azərbaycan Xalq Cəbhəsi sədrini tutdular, soxdular içəri. Hə, bu bundan əlaqəlidir. Amma Əli Kərimlidən də təhlükəli insanlar var. Amma onların heç birinə toxunmurlar. Niyə? Çünki onlar həm harınlayıblar, həm xalqı saymırlar, həm də prezidenti əzələ nümayiş elətdirirlər, həm də Mehriban Əliyevaya əzələ nümayiş elətdirirlər ki, əgər sən mənə toxunsan, çünki onlar naxələfdirlər, onların qanı xarabdır. Mən səni söydürəcəm, Avropada söydürəcəm, təhqir elətdirəcəm. Bugün Azərbaycanda da təhqir olunurlar. Mehriban Əliyevanı elə söydürən, buradakı məmurlardır. Qardaş, başıma dönümsən, siz bilmirsiniz kimlərdir? Dövlət Təhlükəsizlik Xidməti də bilir, Daxili İşlər Nazirliyi də bilir, prokuror da bilir. Sadəcə bu söyüş kampaniyasının özü böyük bir biznesdir. Neft biznesindən çox söyüş biznesi, söyüş biznesi bugün ölkəni zəbt eləyib tutubdur. Tıxac biznesi ölkəni zəbt eləyib tutubdur. Xalqın demək, qayğısına qalmaq söhbəti yoxdur. Ancaq xalqın başından vurmaq, ancaq xalqı pis günə salmaqdır. Bax, bugünkü gün bizim əsas məsələ budur. Və cənab prezidentə qarşı da bunlar əzələ nümayiş elətdirirlər, təxribat eləyirlər, böyük bir təxribata yol verirlər. Baxarsınız, bir neçə müddətdən sonra görün ölkədə nələr baş verəcəkdir. Görün ölkədə İlham Əliyevə qarşı hansı təxribatlar aparılacaq. Və ona bu dəqiqə addım-addım ona gedir bu dəqiqə. Mehriban Əliyevaya qarşı hansı təxribatlar gedir bugün. Bunu bilmirsiniz, bilirik. Və biz susmamalıyıq. Yeri gələndə nümayişə hazır olmalıyıq. Yeri gələndə biz qalxmalıyıq Milli Məclisin qarşısında öz ölkəmizin rəhbərini necə deyirlər, müdafiə eləməliyik. Tərtər hadisələri ilə əlaqədar olaraq bugün çıxırlar, söyüş sevirlər, təhqir eləyirlər prezidenti. Niyə? Niyə təhqir eləyirsiniz? Nə olubdur? Cənab prezident sizin xahişinizi nəzərə alaraq tərtər hadisələri ilə əlaqədar əlavə olaraq istintaq qrupu yaratdı, təşkil elədi. Bugün cənab prezidentə dayaq durmaq lazım. Lazımdır, gəlin çıxaq Milli Məclisin qarşısına. Elə bayrama qədər çıxaq. Görək neçə nəfər çıxır. Yazın da, yazın ora ki, görək neçə nəfər çıxacaqdır və nümayiş eləyək. Və öz sözümüzü, öz fikirlərimizi deyək. Bugün qeyri-hökumət təşkilatı yoxdur, hamısı yatıb. Hamısı dövlətdən maliyyələşir. Amma bizə gələndə olmaz. Bizə gələndə olmaz. Niyə? Çünki biz Mehriban Əliyeva haqqında müsbət fikir söyləyirik. Onu söy, atasına söy, anasının görünə söy. Sənə biz ondan sonra nə istəyirsən ayıra bilərik.
20 ildir qeyri-hökumət təşkilatının sədriyəm. Hələ mən qeyri-hökumət təşkilatından, dövlət prezidenti yanında qeyri-hökumət təşkilatı, nə şurasından, nə agentliyindən bir köpük də almıram. Orada texniki səbəblərdən həmişə mənim verdiyim layihələr geri qaytarılır. Budur əsas məsələ. Əsas məsələ odur ki, bugün xalqın içində xalqı parçalayırlar. Müxtəlif müxalifət nümayəndələri də buna zəmin yaradırlar. Biz istəyiriksə ölkəni düzəltmək, biz istədiyimiz vaxtı deməli nümayiş eləyə bilərik. Biz istədiyimiz vaxtı Milli Məclisin qarşısında öz fikirlərimizi ifadə eləyə bilərik. Heç kim bizə heç nə deyə bilməz. Biz ölkəni istədiyimiz kimi bu məmurlardan təmizləməyə nail olan bir xalqıq. Allah bizi qorusun və bu yeni il müddətində görə neçə nəfər çıxmaq istəyir? Nümayişə çıxmaq istəyənlər varmı? Yəqin ki, yazarlar. Allah sizi qorusun.